Tez-tez sürətə görə radara düşən insanlar və yaxud da ki, ümumiyyətlə özünə sürətə görə məhdudiyyət tətbiq etmək istəyən insanlar üçün BYD-nin xüsusi təklifi var. Həmişəki kimi bu düyməni sıxaraq gəlirik bu hissəyə. Buradan sonra sağa çeviririk və burada sürət məhdudiyyətini görürük. Məsəl üçün 60-ı seçdik və bu düyməni sıxırıq. Vəssalam. İndi gedək yoxlayaq. Gördüyünüz kimi həmin sürəti keçəndən sonra xəbərdarlıq çıxır. Düzdür, sürətimizi yenə də artıra bilərik. Amma ən azından gözümüzü deşir ki, qardaşlar bu sürəti keçdin. Ruslar demişkən, mileage no priятно. Həqiqətən də BYD çox xırda məqamlara da toxunub. Bu sizə magistral yolda da lazım ola bilər. Şəhər içi də lazım ola bilər. Bəyəndinizsə like eləməyi unutmayın.